Deyir, bir dəfə bir kişi həccə getmək istəyir. Həccə getməmişdən qabaq öz mallarını qonşusu olan hacıya 500 qoyun, 5 inək, 600 altın verir ki, bunları saxlasın. Kişi gedər həccə, ziyarətini eləyər, qayıdıb gələndən sonra gedər qonşusu hacının yanına ki, hacı, mən ziyarətimi eləyib qayıtmışam, indi mənim mallarımı geri qaytar. Hacı buna deyər ki, sən mənə mal təslim eləmişsən, mənim yadımda deyil. Sənin mənə mal təslim eləməyin. Qoy bir oğlanlarımı da çağırım, onlardan soruşaq. Bəlkə onların yadındadır. Kişinin də 8 oğlu var imiş. Bunun 7'si gedib həcc ziyarətini eləyib qayıtmışmış. Biri isə getməmişmiş. Bu kişi oğlanları çağırıb bunlardan soruşur ki, ay oğul, bu kişi bizə həccə getməmişdən qabaq mal təslim edib. Oğlanlar deyər ki, yox baba, bu bizə maliyyat verməyib. Bizim yadımıza gəlmir. Nəhayət bunun kiçik oğlu, o həccə getməyən oğlanı çağırırlar ki, oğul, bu kişi həccə getməmişdən qabaq bizə mal təslim edib, eləməyib. Deyir, hə baba, o həccə getməmişdən qabaq bu kişi bizə 500 qoyun, 5 inək, 600 altın vermişdi. Day bunun atası nə ilac qalar, gətirib bunun mallarını verər. Deyər ki, oğlanlara deyər ki, yubanmadan bunu da həccə göndərin. İndi qardaş, o insanın ki, əqidəsində nadürüstlük varsa, onun həccə getməməsinin heç bir dəxli yoxdur. Dürüst insan həmişə dürüst olur. Ona görə mən arzu edərdim ki, bizim insanlar hamısı dürüst insanlar olsunlar. Haqqa nahaq olmasınlar. Allah bizi belə nadürüstlüklərdən uzaq eyləsin. Diqqətinizə görə çox sağ olun.